Salam əziz izləyicilər. Bax bu şöytəli biz deyirik, şaftalı ağacı xəstəlik tutmuşdu. Bir 3 dənə də heç olmasa video çəkmişəm bu barədə. İndi istəyirəm bir video paylaşım sizdən. Nə məqsədlə? Çünki mən özüm şaftalı ağacından əlimi üzmüşdüm də. Neçə ildir əkirəm, quruyur. Güc bala ilə keçən il bu xəstə idi, bax bu 2 ağacda. Əslində 4 dənə ağacım var idi. Bu xəstə idi. Bir dənə də bar gətirəni var idi. Artıq bar vermişdi. Tam qurumadı, hissə qurudu. Axıra kimi meyvəsi gedib çıxa bilmədi, amma bir dadına baxa bildik. Keçən il artıq qurudu o. Öhdəsindən gələnmədim. Niyə? Çünki mən zəhərli dərman vurmaq istəmirdim. Amma şaftalı da yaxşı meyvədir axı. Adam istəyir ondan da olsun bağda. Ona görə bu il biraz ürəkləndim. İgid oldum. Zəhərli dərman vurdum. Hansı dərman? Xoruz. Bu köbələklər əleyhinə bu cür dərmanları vururlar. İnsektisid deyilən dərmanlar qrupudur. Universal dərmanlar da var. Məsələn, Matador da var. Amma o çox dəqiq bilmək lazımdır onun istifadəsini. Xoruz içinin ən belə yaxşısı hesab elədim deyə xoruz vurdum. Ümumiyyətlə bu agronomiya elmini biz öyrənəsi deyilik, o çətin elmdir. Ona görə sadəcə təcrübədə nə etdik, nə aldıq, bunları bilməyimiz kifayət eləyər ki, bağımızda meyvə yetişdirə bilək. Bax, bu 2 ağac, biri meyvəli idi, biri meyvəsiz. Meyvəsiz çox tez sağaldı, meyvəli ancaq biraz gec sağaldı və götürdüm azot gübrəsi də vurdum bu ağaca ki, biraz qüvvəli olsun, onun şirəsi, qidası qüvvəli olsun, xəstəliyə dözümlü olsun. İndi gördüyünüz kimi dirçəlib, güya ki, yaxşı vəziyyətdədir, biraz yarım keçəldir. İndi baxaq, o ağacları da çəkmişdim mən, 2 dənə körpə ağacım da var. Baxaq görək o meyvəsiz necədir. Bax, bu da meyvəsiz ağac. Bu 1, bu da 2. Görürsünüz, bunlar daha gümrahdır. Nə üçün ki, bunların meyvəsi yox idi. Şirəsini, qidasını əsasən gövdəyə, yarpağa, budağa verib deyə qəşəng dirçəliblər, gümrahlaşıblar. Deməyim odur ki, əlinizi üzməyin. Prinsipcə, şaftalı da yetişdirmək mümkündür bağda. Amma dediyim kimi, insektisidlərlə müalicə eləmək lazımdır. Ondan ötürü də agronom olmağa ehtiyac yoxdur. Bir də apteklərdə artıq bilirlər də o satıcılar. Bilirlər hansı xəstəliyə, hansı dərman daha yaxşıdır. Xəstəliyin adını deyib, gənədirsə ayrı dərman lazımdır. Tutaq ki, şirinəkdirsə başqa dərman, köbələk xəstəliyidir, başqa dərman. Yarpağı aparıb göstərmək olar. Xəstəliyin adını demək olar. Münasib bir dərman alıb gətirib vurmaq olar şaftalı üçün. Digər ağaçları da mən dərmanladım, o elə xoruz da vurdum. Bütövlükdə bağı dezinfeksiya eləmək idi məqsədim ki, nə qədər xəstəlik varsa, hansı ağacı olur olsun. Hətta o ot ələf olan qalınlıq yerlər var idi, alaq otu çox olan yerlər. Orada vurdurdum. Çünki gördüm ki, orada da kəpənəklər uçuşur. Elə torpağa orada vurdurdum ki, bir dezinfeksiya olsun bağ üçün. Bax belə
Yəni bir ümid vermək üçün özüm ümidim kəsilmişdi və artıq inanmırdım ki, mən şaftali yetişdirə biləm. İndi məndə bu ümid yaratdı ki, hə, eləmək olar və xoruz da elə də qorxulu dərman deyil. Amma burada başqa vasitələrdən də istifadə eləmişdim. Bor vurdum, nə bilim, yod vurdum. O droj deyirik el arasında, maya ki var qıcqırma üçün. Maya suda qıcqırdıb gətirib diblərinə tökdüm. Yəni ağacın qüvvəsini artırmaq üçün. Və nəticədə alındı. Bilmirəm onun daha çox hansının faydası oldu. Amma fakt odur ki, görürsünüz nə qəşəngdir. Qəşəng deyəndə ki, gümrahdır. O meyvəli də yarım keçəl olsa da, o da ümid verir ki, bu meyvəsini yetişdirə biləcək. Əgər görsəm ki, yenə bunun nəsə xəstəliyi artıb, yenə bir əlac eləyərəm uzaqbaşı. Sağ olun, sağlıqla qalın. Bəyənməni də unutmayın. Hələlik.